Orqanik və davamlı kənd təsərrüfatı birinci Respublika konfransının məhz Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə keçirilməsi nəinki Azərbaycan və elə dünya üçün beynəlxalq səviyyədə çox maraqlı bir məsələdir. Çünki orqanik məhsullar, kənd təsərrüfatının inkişaf etdirilməsində əsas mənbələrdən biridir. Bunlar həm ölkələrə çox maddi gəlir gətirə bilir, həm də insan sağlamlığının təminatıdır. Bu nöqteyi nəzərdən bu konfransın təşkili çox aktualdır və çox yerindədir. Konfransda bir sıra məsələlər səsləndirildi. Xüsusilə mən öz çıxışımı çirkab sularla tərəvəz bostan bitkilərinin becərilməsinə həsr elədim ki, o insan sağlamlığına nə qədər ziyan vura bilər və bunun qarşısının alınma yolları vardır. Yəni, onların təmizlənməsi üçün texnologiyalar qurulmalıdır və ondan sonra nəinki ziyan verə bilər, hətta onun tərkibində olan maddələr biraz da bitkinin təbii formada orqanik olmasında, böyüməsində, inkişafında mühüm rol oynaya bilər. O nöqteyi nəzərdən mən belə bir təkliflə bu konfransa gəlmişdim ki, Azərbaycanda, o cümlədən Naxçıvanda su qıtlığı olan ərazilərdə çirkab sularının təmizlənmə qurğularının hazırlanması və ondan sonra kənd təsərrüfat məhsullarının becərilməsi ilə məşğul olunsun. Ümumiyyətlə, dünyada bu işlər gedir. Hətta ən böyük ölkələr Amerika Birləşmiş Ştatları, Hindistan, xüsusilə Səudiyyə Ərəbistanı, orada çirkab sular təmizləndikdən sonra böyük təsərrüfatlar var və o böyük təsərrüfatlardan toplanan tərəvəz və qida məhsullarının kimyəvi tərkibi öyrəniləndə daha effektli olur. Nəinki fosfor, azot, kalium gübrəsi ilə və yaxud peptislərlə becərilən bitkilər. Bu nöqteyi nəzərdən mən hesab edirəm ki, məhsullar oldu konfransın, plenar çıxışı və çıxışların hər birində xüsusilə gənc mütəxəssislərə yeni mövzular verildi və onları bu barədə fikirləşməyi, gələcək işlərini tətbiq etməyi də tövsiyə edirəm.